İsrail'in mənabe rəsmisi bu söz deyib, bizə o həmlədən ağırdır. İsrail bizə həmlə ediyə ağır deyil. Amma İsrail'in rəsmi qaynaqları bu söz deyiblər, bu bizə o cəngidən, İsrail həmləsindən ağırdır. İsrail'in o rəsmi qaynaqları elan elədilər. Biz İranın nüvə təsisatına həmlə eləyəcəyik, inşaatına. Və həmlə eləyəndə Azərbaycanla danışmışıq. Azərbaycan deyibdi ki, sənə gəşək burada yer verəcəyəm, sənə burada paygah verəcəyəm, sənə burada əskər olan yerlər, nizam yerlər var, sənə buradan təyyarənin o düşən yeri ki, havalıma vardı, oranı sənə bir dənə heylə bir yer verəcəyəm, təyyarələrin oradan düşüb, qalxıb İranı vuracaqsan. Amma bunu İsrail elan edir. Və elan elədilər ki, İsrail'in rəsmi qaynaqları elan elədi ki, Azərbaycan müvafiqət eləyib Musad bilirsən bir dənə cəhənnəmi bir təşkilatdır. Dünyada o servis ay cəhənnəminin başı Musaddır. Musada bir dənə icazə veriyor ki, Azərbaycanda bir şöbə vursun. İsrail dedi, bu şöbə ilə mən İranın içində nə qədər təharrükat var, hamısı da mənim əlimin içindədir. Bunu kim elan elədi, bunu İsrail elan elədi. Düzdür ki, səfiri Azərbaycan fərən İsrail'də dedi, yox, bunlar yalandır. Amma əgər yalandır, bunun səfirin çağır, elçisini çağır, Xaricə İş Nazirliyinə çağır, denən bu xətərli söz nədir danışıbsan sən? Bu bir sözdür ki, eləyə bilər əmniyyəti məntəqənin bütün təhlükəsizliğini vuraq. Azərbaycana təhlükəsizlik, əmniyyət qalar, nə İrana əmniyyət qalar, nə məntəqiyə? Bizim etiqadımız budur ki, o rəsmi qaynaqlar heç vaxt öz başına durub, biduni həmahəngi, yəni biduni ki, birləşə, təvafüqə çatalar, belə bir sözü dilə gətirmək olmaz. Çox həssas sözdür bu, çox xətərli sözdür bu, bütün məntəqi otdur bu söz. Və bizim bir dənə cilayəmiz var, biz Azərbaycanı belə xidmət eləyəndən sonra nə qədər xidmət istəyəm, 2 saat, 3 saat sayam tutarmaz. Həm əvvəl müharibədə, həm ikinci müharibədə. Bizim müjdümüz bu idi. Əlbəttə, millət Azərbaycanın hesabı ayrıdır. Yəni, nə qədər Azərbaycanda Əhl-i Beytün şiəsi var, ora heç vaxt bizim əleyhimizdə olmaz, heç vaxt ora bizim ziddimizdə olmaz. Amma biz hər nəyin fikrini eləmişdik. Hatta bunun da fikrini eləmişdik ki, Azərbaycanın rəsmi televizyonda gündə bizə söyüşləyənlər.